Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve yetevelles salihin. Ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu. Ve sallallahu aleyhi ve selleme salaten ve selamen daimeyn mutelazimeyn ile yevmiddin. Allahümme enfa'ni bima allamtana ve allimni ma yenfa'ni ve zidni ilma. Sonra Şeyx İbn Teymiyyə rahiməhullah yeni bir başlıq açır. Allah subhanahu və teala'nın isimləri və sifətləri və onlara dəlil olaraq gətirir ki, Leysə kəmithlihi şey və huvəs-səmi'ul basir. Onun mislində heç nə yoxdur. Və o eşidən və görəndir. Onun mislində heç nə yoxdur. Allaha bənzər nəsə ola bilər? Mümkün deyil. Lakin o görən, eşidən və görəndir. Sonra gətirir ki, İnnallâhə ni'immə yə'idukum bih innallâhə kənə səmi'an basira. Allahın sizə verdiyi bu öyüd nəsihət necə də gözəldir. Şübhəsiz Allah eşidir və eşidən və görəndir. Əsas dəlillər nədir? Bunadır. Həzihil əyə səqəhə müəllif rahiməhullah ismeyni min əsməilləhi və mə tədammənəhu min sifəh və humə səmi' vəl-basir fəfiyhə raddu alə muəttilə. Deyir ki, Şeyx İbn Teymiyyə rahiməhullah bu ayələrdə süzdüyü məsələ, keçdiyi məsələ, gətirdiyi məsələ, bildirdiyi əsas, hədəf, qayə, Allah subhanahu və teala'nın isimləri və bundan çıxan eşitmə və görmə sifətləri. Demək, qayda olaraq nə tər oldu? İsimdən, qayda, isimdən sifət çıxır, lakin sifətdən isim çıxmır. Bunu keçmişdikmi? Demək, qayda olaraq yadda saxlayın. İsimdən sifət çıxır, lakin sifətlərdən isim çıxmır. Məsələn, Allah subhanahu və teala'nın keyd sifəti var. Elə deyilmi? Hilə, məkr. Və məkar və məkarallah və Allah xeyrul məkirin. Onlar hilə qurarlar, lakin Allah hilə quranlar. İndi kiməsə Abdülməkir demək olar? Aydın oldu mu? Yəni, elə bir hal var ki, məsələn, isimlərinin özündən, məsəl üçün, xabir, xəbər verən, sifət olaraq nə deyir? Xibra. Yəni, biz Abdül-Xibra deyə bilərik. Xeyr, nə deyirik? Abdül-Xabir. Demək, hər isimdən sifət çıxa bilir. Ümumiyyətlə, qayda olaraq isimlərdən sifət çıxır. Sifətlərdən isə isim çıxarda bilməzsən. Çıxmadığı halda da sifəti Abdul filan olaraq demək olmaz. Aydın oldu mu məsələ? Məsələn, nazil olan Abdül-Nuzul deyirik? Xeyr. Leysə kəmithli şey hədə nəfih və huvə min sifədi səlbiyyə və məqsuduhu bi isbətul kəməl. Yəni, li kəməlihi lə yuməthilihu şeyun min məxluqatihi və fi hədihil cümlə raddu alə əhli təmsil. Və buradan deyə çoxla dəlillər götürmək olur ki, təmsil əhlinə və s. başqalarına ki, Allah onun mislində heç nə yoxdur. Lakin müməssilələr nə deyir? Bizim əlimiz varsa, Allahın əli eynidir. Haşa əstəxlə. Onda da var, göz bizdə də eynidir. Bunlar müməssilələrdir. Yəni, Allahı hər şeyə bənzər və dərinə getəndə artıq nədir? Biabırçıdır. Amma və lakin bir dənə qısa dəlil, rəddiyə ki, hələ xaliq yox. Məxluqlar, yaradılan məxluqlar hamısı bir-birinə oxşuyur. Oxşaya bilər. Məsələn, nə istəyirsən misal gətir? Canavar, şir, əli bir-birinə bənzəyə bilər? Mümkün deyil. Yəni, məxluq bir-birinə bənzəmədiyi halda sən məxluqu xaliqə necə bənzədə bilərsən? Aydın oldu? Və bundan da dəlillər çoxdur. Yəni, bunun haqqında geniş danışmışıq. Qısa olaraq nədir? Bildirirəm ki, yəni, yoxdur.
belə bənzədə bilməzsiniz və buna da heç bir bidətçilərin dəlili nədir yoxdur. Və o eşidən və görəndir. Yaxşı, burada çıxır ki, eşidən. Eşitmək iki məna verir. Bir, mucib. Baxın, bura diqqətlidir. Deyirsən ki, səmiyun basir, eşidən və görəndir. Eşitmək iki qismə bölünər. Birinci, mucib. Mucib nədir? Əhsən. Yəni, qardaşa konfet oradan. Mucib, duaları qəbul edən. Allah subhanət hala nədir? İsimlərindir. Əl-mucib, əl-məcidu. Bunlar nədir? Ardıcı gələndir. İkinci mənası savut, səsi eşitmək. Demək, səmi' zahirən nə görürsən? Eşidən. Nəyi eşidən? Duaları eşidən. Səsi eşidən. Xəyallardan keçəni, qəlbdən keçəni, hər şeydə eşidən. Qəbul olmanın nə adiyyatı var ki buna? Şöysən, deyir ki, bir var mucib, iki qismə bölünür Allah Subhanahu səmi' ismi. Həm eşidir, eşidən, həm də qəbul edən, mucib, icabət, əcəbə. Bu necə olur deyə, bu nətər olur? Yəni, baxırsan ki, yəni, adiyyatı yoxdur da, elə deyilmi? Amma ən böyük adiyyatı ilə buna məsələdir. Bu məsələdir. Yəni, deyir ki, şeyh, əmmə səmi' bimə'nə mucib, yəni Allah Subhanahu eşitmə ismi və yaxud da səmi' eşitmə sifətini mucib məsələsinə gəldikdə, yəni qəbul, icabət edən məsələlərini gəldikdə, və məsəl ləhu bi qavlu təalə an İbrahim, innə rabbi ləsəmi'ud du'a, əy li mucibud du'a. Allah Subhanahu və Teala İbrahim surəsində 39-cu ayədə buyurur ki, həqiqətən sənin Rəbbin ləsəmi'ud du'a, dualarını eşidəndir, eşidir. Ey, yəni li mucibud du'a, dualarını qəbul edər və edəndir. Fikir ver, yəni ey İbrahim, sənin etdiyin duanı, yəni Allah eşidir dedikdə qəbul edir mənasındadır. Aydın oldu mu? Bu ayə ona dəlildir ki, şeyx təfsirini gətirir ki, ləsəmi'ud du'a, yəni li mucibud du'a, yəni sənin dualarını qəbul edir. Aydın oldu mu? Məsələ, bax bir də deyirəm. Allah Subhanahu eşitmə ismi və ya sifəti iki qismə bölünür. Bir, mucib mənasında, bir də ki, savut, səs mənasında. Səsləri eşidir. Mucibə gəldikdə, yəni duaların qəbul etdikdə, yəni ayə ona dəlildir ki, ey İbrahim, Allah səni eşitdi və dualarını qəbul etdi. Yəni səmi' mənasında orada nədir? Mucib, sənin dualarını qəbul etdi. Çətin nəsə var bu da? Başa düşdünüz qardaş? Aydındır məsələ. Aydın döysə bir də xırdalayım. Əmmə səmi'u bimə'nə mucib, əmmə səmi'u bimə'nə idrak-ı savut fə innəhum qəssəmu ilə iddət-əl əqsəm. O ki qaldı, Allah Subhanahu və Teala eşidəndir dedikdə, savut məsələsindən, yəni səs olaraq eşitmək dedikdə, bu neçə bir qismə bölünür, bir neçə qismə bölünür. Mucib bir qismə bölünürdü. Yəni ki, Allah Subhanahu və Teala'nın səmi' ismi mucib olaraq dedikdə, bu ayə ona dəlil oldu. İbrahim 39-da ki, İbrahim Allah sənin İbrahim etdiyin dualarını eşidir. Yəni qəbul edir. Aydın oldu mu? Lakin birinci qismə qayıtdıqda ki, və ya da ikinci qism kimi qəbul edin, fərqi yoxdur. Savut, səs məsələsinə, açıq özün zahirən səmi' dedikdə, yəni eşidir. Söz olaraq, yəni səs olaraq buna qayıtsaq, Allah eşidir. Yəni səsi eşidir. Elə deyilmi? Danışan dualarını eşidir. Namazda qiraətini eşidir. Bu özü bir neçə qismə bölünür. Eşidir. İsmi, özü, zahirən bir neçə qismə bölünür. Birinci, əs-səmi' yuradu bihi bəyanu umumi idrak-ı səmi'illah Azza və Cəl ənəhu min savti illə və yəsməhullah. Yəni, birinci məsələ gəldikdə ki, Allah Subhanahu və Teala eşidir. Bütün insanların səsini eşidir. Yəni, elə bir eşitmə sifətdir ki, ondan başqa heç kim eşitmir. Aydın oldu?
Eşidir dedikdə Allahın eşidir ismini səmi' dərk elədi, idrak elədir bunu. Və yaxud da səmi' eşidən. Bunu deyib bir dənə idrak elə. Elə bir eşidir ki, ondan başqa heç kim elə eşitmir. Çatdı? Qısa. Çətin nəsə var? Kim nəyə başa düşmədi? Elə eşidir ki, Allah Subhanahu ondan başqa onu heç kim eşidə bilmir. Qəlbdən keçəni eşidə bilər? Kimsə? Əhsən. Dildə danışdığını kimsə eşidə bilər? Allahın izni olmadan təbii ki, mələklərə icazə verir və s. Və yaxud da ki, beyindən keçirən və yaxud da ki, heç kimin qıraqda sakitcə, pıçıltı ilə danışdığını, ondan başqa kimsə eşidə bilər? Yəni, bu qaydadır. Birinci, Allah Subhanahu və Teala'nın eşitmə sifətinə gəldikdə, o elə bir eşitmədir ki, ondan başqa deyir, onu heç kim idrak eləyə bilməz. Çatdı? Əth-thani, ikinci. Səm'i yuradu bihin nasr və tə'yid. İkinci eşitmə deyir, ona dəlildir ki, o köməyə və ya da deyir, nəyisə dəstəkləməyə, tə'yid etməyə, doğulmağa dalat edir. Nasr. Təsəvvür, Allah Subhanahu və Teala'nın eşitməyi nəyə dalat edir? Hansı ki, köməyə. Allah onları eşitdi və onlara yardım etdi. Bax, dolayısıyla Allahım bu şeydə mənə yardım et. Allah onu eşitdi və onlara yardım etdi. Eşitdi və yardım etdi. Hə, İlqar? Eşitdi və yardım etdi. Nəyə dalat elədi? Eşitdi və yardım etdi. Yardıma gəlir, nasır, köməyə dalat eləyir. Demək, Allah Subhanahu eşitməyə isimlərindən birincisi dalat elədi nəyə? Birinci nəyə dalat elədi? Səsi. Yalnız Allah eşitir. İkinci kömək. Eşitdi və kömək elədi. Elə deyilmi? Bax. Üçüncü, səmə yuradu bihi va'id və təhdid. Üçüncü, qorxuya, hədəyə dalat edir, hədələməyə. Bax, bax, bir dənə səmiyə, eşitmə, dəhşət daha. Gör, necə qismlərə bölünür. Üçüncüyə, təhdidə gəldikdə necə ola bilər? Təhdid nədir? Qorxutmaq nədir? Şifə deyir ki, qad səmiyəllahu qavləlləti tücədilükə fi zəvcə və təştəki ilallah. Allah eşitdi, hansı ki, kimi sözlərini? O, zövcələri haqqında etdiyi mücadiləni qadınlar ki, eləyir, ha. Orada mücadiləni deyir, Allah eşitdi. Və təştəki ilallah. Və bununla Allah'a neyin edirlər? Şikayət edirdilər. Burada Allah Subhanahu və Teala onları neyinir? Təhdid edir. Qad səmiyə Allah, artıq Allah eşitdi. Səmiyə, Allah artıq eşitdi. Yəni, sizin o zövcələriniz haqqından danışığın Allah eşitdi. Neynədi onları? Təhdid etdi. Ki, olmaz danışmaq. Aydın oldu, axı? Deyişə Ayşə radiyallahu anh. Və həzə fi bəyani ihadatu səmiyə Allah Teala bi kulli məsmu' buradan deyir, dəlildir ki, Allah subhanətə hər bir eşidiləni bilir, eşidir. Yəni, hər bir danışılığı eşidir. Və onun eşitməyi onlar hər birini əhatə edir. Allah subhanətə eşitmə sifəti hər şeyi əhatə edir orada, yəni bilir. Və lihəzə qalət Ayşə radiyallahu anh, Ayşə radiyallahu anh deyir ki, Elhamdülilləhilləzi vəsi'ə səmi'əhul əsvad. Allah həmd olsun ki, Allah subhanə və teala bu bizim səsini, bu səsi eşitdi. Vallahi innənillə fi hücrəm. Mən deyir, otağımdaydım deyir. Vallah deyir, mən deyir, and olsun Allah otağımdaydım deyir. Yəni, otaqda olunca Allah bunu eşitdi. Gönəsi fikirək ki, nətər oldu? Rəbbimiz harada eşitdi? Fikir ver. Və innə hədisə ləyəxfə aliyyə bə'də. Yəni, bu şey hədis deyir, bəzilərinə gizlin idi. Yəni, bu sifəti bilmirdilər. Məsələni. Və sonradan aydın oldu ki, mən deyir, otaqda oturmuşduq biz, mücadilə orada gedirdi. Zövcələrinə şahit edirdi və Allah deyir, o eşitdi. Allah subhanə qad səmiyyəllahu qavləlləti tücədilükə fiyhə. Yəni, Allah subhanə və teala onlar haqqında, zövcələrin haqqında danışdığını eşitdi. Yəni, sizi təhdid edir ki, danışmayın bir də. Aydın oldu. Onda Peyğəmbər sallallahu bu hədis məşhurdur. Çağırır, deyir ki, ey Ayşə, deyir, Allah bizi eşitdi belə, deyir, Allah subhanə və teala gecə vaxtı yeriyən qarışqanın, qara qarışqanın qara daş üzərində yerini eşidir və görür.
Buradan da nə çıxdı? Təhdid. Yəni Allah təhdid bildiyinizdə nədir? Qorxudur ki, bir də belə eləmir. Demək, Allah Subhanahu və Taala'nın Səmi' ismi ümumi götürərək, belə deyək də, ümumi götürərək, belə qayda qoysaq 4 qismdir. 1. Mucib, qəbul edən, eləmi? İbrahim əleyhissalamın duasını Allah Subhanahu taala ilə qəbul. 2. Səsi, Allah Subhanahu taaladan başqa heç kim onu eşidə bilməz. 3. Yardım, əhsən, yardım, kömək. 4. Qorxutmaq, təhdid. Aydın oldu? Çətin nəsə var burada? Cəndə dəfə soruşacağım. Və sonra gətirir ki, misal sənə kəmə fi qavli təala li Musa innəni ma'akum əsma' və əra. Bu dəlil gətirsək deyə Allah Subhanahu və Taala Musa əleyhissalam haqqında deyir, innəni ma'akumə, mən sizinlə, ikinizlə bircəyəm. Yəni, nə deməkdir? Bircəyəm deyir, əsma' və əra. Görürəm və eşidirəm. Görürəm və eşidirəm. Bax, mən ikinizlə bir yerdəyəm, görürəm və eşidirəm. Yəni, mənim görməm və eşitməm əhata, yəni sizi əhata edir, qaça bilməzsən. Qaça bilməzsən. Və ya qorxma və ya çəkinmə. Musa əleyhissalam şeyi atmağa çəkinirdi, qorxurdu. Yəni, dəhşətli bir ilan olur da. Tarixdə gəlir ki, elə bir şey olmayıbdır. Çomaq atırı, əsanı atdıqda nəyə dönür? Əl-Hayy gəlir orada, ilan. Lakin elə bir ilandır ki, elə bir dönüş, elə bir ilan ki, hələ indiyə qədər elə bir şey yoxdur. Görün, necə bir ilan idi ki, bütün cadügərlər falsalar səzdiyə düşdü. Təsəvvür edin, ha. Yəni, bu elə belə şey deyil. Yəni, deyir ki, Allah Subhanahu bildirir burada, İnnəni mə'kumə, mən hər ikinizlə bir yerdəyəm. Söhbət kimdən gedirdi? Musa əleyhissalam bir də? Əhsən. Əsma və əra, sizi deyir, eşidirəm və həmçində görürəm. Əsma, eşidirəm və görürəm. Yəni, qorxmuyor. Yəni, buradan da deyir, baxsan ki, deyir, həqiqətən də Allah Subhanahu və Teala ikisində eyni vaxta gəldi, gətirdi. Eşidirəm və görürəm. Yəni, burada əgər insanlar kimi görüş, insanlar kimi eşitmək olsaydı, cadügərlər istədiyini eləyərdilər. Cadügərlər orada istədiyini edərdilər. Lakin oradakı eşitmək, oradakı görmək tamamilə nədir? Xaliqə məxsusdur. Bəli, xaliqə məxsusdur. Ona görə də orada elə bir dəhşətli bir şey oldu ki, hətta Musa əleyhissalam saiqa deyir, özü qorxdu. Yəni, saiqa bir növ nədir? Uşunu itirib yıxılmaq. Lakin deyir, yəni qorxdu deyir, qorxma. Hətta qaytaranda deyir, neyiniyim? Bir quyruğun birindən yavaşca tut dedi. Tarixdə gəlir, tutur, Asiya çevrilir. Yəni, elə belə məsələ olmur. Orada dəhşətli bir nədir? Orada debat olur. Firondur, sonra cadügərlərdir. Musa əleyhissalam üçünün arasında güclü debat olur orada. ومثال الثالث الذي يراد به التهديد والتوعيد أما يحسبون أن لا تسمع سرهم ونجواهم بلى ورسلنا لديهم يكتبون. Eləyim. Deyir ki, əm yəhsəbuna, onlar deyir, hesab etmirlər. Ənə lə təsməu, mən onları eşitmirəm. Onlar deyir, hesab etmirlər, mən onları eşitmirəm. Allah Subhanahu taala bunlar deyir. Sirrahum. Və sonra deyir, və nəcvahum, yəni gizlində və açıqda olanları. Onlar deyir, elə güman edirlər, elə düşünürlər ki, mən onu eşitmirəm. Fikir verin. Yəni, sən nə istəyirsən öz aləmində gizlət, nə istəyirsən öz aləmində danış, Allah Subhanahu və Teala nədir? Bunu burada təhdid edir. Və deyir, təhdidə deyir, o qədər sizə dəlil gətirir şeyx, bunlardan da biri bu. Əm yəhsəbuna, deyir, yoxsa onlar hesab edirlər ki, ənə, həqiqətən biz, lə nəsməu, onları eşitmirik, sirrahum, sirrahum, sirra sözü bilsiz nədir? Sir. Yəni, biri var, deyirəm ki, burada bir incəlik var, ha. Biri var, deyirəm ki, mən onu eşidirəm. Biri də var ki,
sirrahum sirrində, yəni daha da, yəni baba ondan aşağı bir gizlinlik yoxdur. Köksləri olan. Və ondan aşağı nöqtə. Baba biri var xardal, biri var zərrə. Aydın oldu məsələ. Biri var nəmlə, qarışqa, atlı qarışqa. Biri var zərra, mikroskopla görünən. Aydın oldu məsələ. Yəni bu elə bir şeydir ki, ondan aşağı yoxdur. Onlar deyil, Allah Subhanahu nə deyil? Onlar güman edirlər ki, yəni biz o dərinlikdə olan belə danışıqlarını bilmirik, eşitmirik. Fikir verdin sifətə. Bir yəni sən səmi sifətini bir dənə düşün, tədəbbür elə. Gör nə deməkdir? Yəni ürəyinin, qəlbinin son nöqtəsində nəsə keçsə belə Allah Subhanahu eşidir və bilir və görür. Aydın oldu mu o məsələ? فإن هذا يراد به تهديدهم وعيدهم حيث كان يصرون ما لا يرضى من القول وسمع بمعنى إدراك المسموع من صفات الذاتية. Bu Allah Subhanahu ve Taala'nın zati sıfatlarındandır. وإن كان مسموع قد يكون حادثا وسمع بمعنى النصر وتأييد من صفات الفعلية لأنه مقرون بسبب. Yəni deyir ki, bəzən deyir zati sifətdə özündədir. Amma deyir kömək, yardım sifətlərindən gəldikdə artıq feili sifət olur. Demək, həm zati sifət olur, həm feili sifət olur. Bir axı gördük, neçə qismə bölündü. Nasr özü nədir? Feildir. Kömək. Dedi axı, kömək edir. Artıq bu nədir? Feili sifətdir. Amma özündə eşidir, bilir, artıq bu nədir? Zati sifətdir. Demək, həm zati sifət, həm də feili sifət olur. Sonra basir gəlir, görməsi, səmiyun basir keçdi axı. Leysə kəmislihi şey və huvə səmiyun basir. Onun mislində heç nə yoxdur, bu eşidən və görəndir. Səmiyun basir, eşidən və görəndir. Bu bizim əqidədir. Bax, bunu mükəmməl götürmək lazımdır. Bu bidətçiyə, yəni o niyyətdən götürmürsən təbii ki, yəni sənin qəsdin nədir? Əqidəni öyrənmək, bilmək, Rəbbini tanımaq və tanıdıqca Rəbbini daha çox sevirsən. Ər-Rəhmən, qalsan belə, Ər-Rəhmən, Ər-Rəhm edən. Səmi, eşidən. Amma eşidəni gördün, araşdırdıqca, oxuduqca Allah Ekber deyirsən, bu nədir? Və ona görə də məsələni az, lakin nədir? Bütöv şəkildə gözəl götürmək, əqidəni götürmək, lakin əqidəni gözəl şəkildə götürsən, kimliyindən asılı olmayaraq, bütün bidətçilərdən sən neyniyir? Sağlam çıxardır. Bir bidətçi qarşına çıxa bilməz. Bunun üçün ki, bunu İbn Teymiyyə yazıbdır. Hasbunallah, faydalanlardan bizi. Subhanakallahumma hamdik. Əşhadu an la ilahe illallah, estağfurullah və etûbü ileyk.